Heydər Əliyevin dünya siyasi tarixində Azərbaycan üçün verdiyi töhfənin əsas məğzi ondan ibarətdir ki, o Azərbaycan dövlətçiliyinin quruculuğunda böyük iş görmüş Məmmədəmin Rəsulzadənin görə bilmədiyi işi gördü. O KGB məktəbinin praktikasından istifadə edərək Azərbaycan xalqına Azərbaycan bu dövlətçiliyinin siyasi dəyər olaraq qəbul edilməsi, yəni hətta bu xaricdə olan Azərbaycanlıların da onun qurduğu hakimiyyətə düşmən, nə bilim, müxalif qüvvə olaraq çıxış etmələri məhz Azərbaycan dövlətçiliyinin yəni bir siyasi dəyər olaraq o məqsəddə, o məğzdən çıxış edərək yanaşmaları hamısı Heydər Əliyevin məktəbinin məhsuludur. Yəni Azərbaycan xalqı Heydər Əliyevin əvəz edilməz fəaliyyəti nəticəsində Azərbaycan dövlətçiliyini siyasi dəyər olaraq qəbul edir, əldə edibdir. Bu əvəz edilməz elə bir fəaliyyətdir ki, Azərbaycan dövlətçiliyinin təkəmmülü üçün məsəl üçün ermənilərin görə bilmədiyi işi görübdür. Onların dövlətçiliyi olmayacaq, biz o dövlətin sahibi olacağıq. Məhz Heydər Əliyevin nəticəsində, fəaliyyətinin nəticəsində.